Siz heç əbədi yanan şam görmüsünüz? Elə mən də görməmişəm. İnternetdə qarşıma belə bir layfhack çıxdı ki, güya yağ əsasında şam hazırladıqda şam saatlarla, hətta sutkalarla yana bilər. Özüm yoxlamaq qərarına gəldim. Bunun üçün istənilən şüşə qab götürmək lazımdır. Mən burada sadə olmasın deyə şüşə qabı bu şəkildə boyamaq qərarına gəldim. Boya quruduqdan sonra bu şüşə qabları yağla doldurub fitil düzəltmək lazım gələcək. Bunu necə elədiyimi etap-etap göstərirəm. Mütləq şüşə qabın qapağı da olmalıdır. Fitil şəklində istifadə etdiyim pamıq parçadan olan ipliyi əvvəlcə öz qapağından, sonra isə ikinci əlavə qapaqdan keçirtmək lazımdır. Üst tərəfdə olan ikinci qapağı işlətməkdə məqsəd odur ki, fitil yanaraq aşağıya qədər getməsin. Fitilin aşağı hissəsini də qabın hündürlüyündə kəsmək lazımdır. Sonra isə qaba bitki yağı əlavə etdim. Necə göstərilmişdisə, bütün qaydalara eynən riayət etdim və saatı da qoydum ki, görün bu şam neçə saat yanacaq. Gördüyünüz kimi heç bir dəqiqə çəkmədi. Bu layfhack sınaqdan keçmədi, amma mənim dayanmaq fikrim yox idi. Bir işə başladımsa onu axıra çatdırmalıyam. Şüşə qabların dekorunu nazik kəndir iplə tamamladım və evdə olan bu dəfə həqiqi şamı mənə lazım olan ölçülərdə kəsdim. Bundan 2 ədəd özümə uyğun olanını seçdim. Əslində bu şamdan düzəltmək ideyası gördüyünüz bu şüşə qablara görə yanırdı. Dəhliz üçün aldığımız 3 ədəd çılçıraqdan birinin şüşəsi sındı və məcbur yerdə qalan ikisini də dəyişməli olduq. Və təbii ki, mən bu şüşələri dekor məqsədi ilə istifadə etmək qərarına gəldim. Ancaq bunları sərbəst şəkildə istifadə etmək olmazdı. Həm içərisində böyük bir dəlik olduğu üçün, həm də əriyən şam bunların içinə axmasın deyə mütləq içinə əlavə bir şüşə qab qoymalıydım. Bu da nəticə. Fikirlərinizi bilmək mənim üçün maraqlıdır. Bəs siz bu qabları dekor məqsədi ilə başqa nə kimi istifadə edə bilərdiniz?